Salam, bugün biz hamımız için doğma ve gurur duyduğumuz Azərbaycanı daha yakından tanımak, onun gözəlliğini, mədəniyyətini, tarixini paylaşmak için bir araya gelmişik. Vətənimiz Azərbaycanı gəlin tanıyaq. Vətən müqəddəs və doğma diyardır. Vətən anamızdır. Necə anamız bizi öz qucağında bəsləyib böyüdübsə, vətən də bizi öz qoynunda yetişdirir. Bugünkü tədbirimizdə vətənimizi tanımaq haqqındadır və mənim vəzifəm sizə daha çox 20-ci əsr tarixinə daxil olacaq. 1918-ci il mayın 28-də ilk Demokratik Parlamentli Respublika Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun yeritdiyi siyasət sayəsində isə Azərbaycanın beynəlxalq hüquqi subyekt kimi tanınması və 1920-ci ildəki Bolşevik işğalından sonrası bir dövlət kimi siyasi həyata keçirilməsinin qarşısı alındı. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövləti öz müstəqilliyinə qovuşarkən Xalq Cümhuriyyətinin varisi elan edildi və həmin ildə dövlət rəmzləri üçrəngli bayrağımız, gerbimiz və himnimiz bərpa edildi. 20-ci əsrin 90-cı illəri tariximiz üçün çox çətin keçdi. Çünki bu illərdə Ermənistanın Azərbaycana qarşı olan təcavüzü artdı və hakimiyyət uğruna daxili çəkişmələr gücləndi. 1993-cü il isə xalqımızın tələbi ilə Heydər Əliyev hakimiyyətə qarşı edir və oktyabrın 3-də Azərbaycan dövləti prezidenti elan edildi. Onun yeritdiyi xilaskarlıq missiyası sayəsində isə dövlətimiz öz müstəqilliyini qoruyub saxlaya bilmişdi. Dediyim kimi bu illərdə ermənilər boş dayanmışdı, məsum xalqımıza qarşı faciələr, soyqırımlar törətmişdilər. 1990-cı il 20 yanvar faciəsi, 1992-ci il 26 fevral Xocalı soyqırımı ən qanlı səhifələrimіздəndir. Bu hadisələrdə məsum körpələr, qadınlar, yaşlılar hamısı amansızca qətlə edilmiş və bununla da bitirilməyib öz torpaqlarından qovulmuşdular. Lakin biz tarix boyu hər daim azadlıq uğrunda mübarizə aparmışdıq və bu mübarizəmizin bariz nümunələrindən biri də 2016-cı il aprel döyüşləridir. 2016-cı ilin aprelin 1-də başlanır və cəmi 4 gün çəkən bu döyüşlər bizim qələbəmizlə başa çatmışdır. Bəzi işğal olmuş torpaqlarımız isə azad edilmişdir. Aprel 5-də isə atəşkəs imzalanmışdı. Baxmayaraq ki, ermənilər dəfələrlə bu atəşkəsi pozdular. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında prezidentimiz rəhbərliyi altında 20 sentyabrda Vətən müharibəsi başlandı. Bu müharibə cəmi 44 gün çəkdi və bizim qələbəmizlə başa çatmışdı. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın 20%-ni azad edə bilmişdik. Bu vətən müharibəsində nəinki xalqımız bir yumruq kimi birləşmiş, həmçinin də qardaş ölkə Türkiyədə istər maddi, istər mənəvi cəhətdən olsun bizə öz dəstəyini göstərmişdir. Bunun üçün Türkiyəyə təşəkkürlərimizi bildiririk. Bugün həmin işğaldan azad olmuş ərazilərimizdə abad işləri və quruluşlar aparılır. Soydaşlarımız isə artıq öz doğma yollarına qaydırırlar. 2023-cü ildə sentyabrın 19-da başlanan və cəmi 23 saat çəkən auditor əməliyyat nəticəsində Azərbaycan dövlətinin tam suverenliyi bərpa edilmişdir. 20 sentyabr isə bugün Azərbaycan dövlət suverenliyi günü elan edilmişdir. Və bugün artıq dövlət bayrağımız Azərbaycanın hər bir qarşı torpağında dalgalanır. Konstitusiyamızdan irəli gələn qanunlarımız isə işğaldan azad etdiyimiz torpaqlarımızda həyata keçirilməkdədir. Bu il konstitusiya və suverenlik ilkində elan edildi. Azərbaycan dövləti isə nəinki öz torpaqlarını işğaldan azad etmiş, həm də xalqımızın gücünü dünyaya sübut etmişdir. Və bugün biz qalib bir xalq olaraq, qalib bir dövlət olaraq öz prezidentimizlə və xalqımızla qürur duyuruq. Azerbaijan is a very strong and powerful state. The paths taken by such a strong state were difficult. Many countries laid eyes on our homeland and wanted to take it from us and divide it. However, despite this, Azerbaijan was still able to maintain its power. For the first time, Azerbaijan received a blow that will shake it in 1992 by losing Shusha. A lot of blood was shed on the territory of Azerbaijan. A lot of innocent people and mothers were killed. Events that will never be forgotten in the history of Azerbaijan. Khojalı tragedy, 20 January took place.
But Heydar Aliyev, the national leader of Azerbaijan, who will support Azerbaijan in that year, came to our motherland and was elected president. Heydar Aliyev introduced Azerbaijan. He revived Azerbaijan. Heydar Aliyev said a memorable sentence, "I'm proud that I'm an Azerbaijani." Azerbaijan stayed away from Karabakh for exactly 30 years. To put an end to this longing, the Second Karabakh War was started. The war lasted 44 days. Azerbaijani army wrote history in this short time. They liberated their own lands from occupation. The sons and daughters of our motherland voluntarily participated in patriotic war and put an end to this longing. As Ilham Aliyev said, our motherland was united under an iron fist. The first constitution of the Republic of Azerbaijan, adopted on November 12, 1995. Azerbaijan is a country that located in the South Caucasus region, a part of the world where Europe and Asia meet. It became independent in 1991 after being a part of the Soviet Union for many years. Azerbaijan has a very rich history and and many different empires and cultures have influenced the country over time. This makes Azerbaijan a place with many traditions and a lot of cultural diversity. One important part of Azerbaijan's history between 1918 and 1920, when the country declared independence and formed the Azerbaijan history from the Azerbaijan People's Republic. However, the independence of Azerbaijan didn't last long because of political problems. Then the country became a part of the Soviet Union. After many years, in 1991, Azerbaijan became independent again. Another significant event in Azerbaijan's history is the Nagorno-Karabakh War, which happened between 1988 and 1994. This war was fought between Azerbaijan and Armenia, and many people lost their lives. Azerbaijanis had to leave their homes and become refugees. In 1994, both countries signed a ceasefire agreement, but the problem between them hasn't been solved yet. The conflict still tension in the region. Baku is the capital and largest city of Azerbaijan. Azerbaijan has a rich and colorful culture. People in Azerbaijan has a rich and colorful culture. One famous music style is mugham. It is traditional and very emotional. People also enjoy folk dance like yavli and lazminka. The country has many festivals and holidays. Nowruz is one of the most important. It is a spring holiday and people celebrate with family, food and fire. Azerbaijan people are very hospitable and friendly. When guests come, they always offer tea and sweets. Azerbaijan's cuisine is very delicious. Pulov is national dish. Dolma is also popular. Kebab and utab are other tasty foods. Azerbaijan's culture and food show its history and traditions. It's a beautiful mix of West and East. Родина — это где мы родились, это наш язык, наша культура и наша история. Моя родина — это Азербайджан. Азербайджан — страна с богатой историей, культурой и сильной национальной гордостью. Одним из важных наших праздников — это Зафар. Это День Победы, в этот день мы вспоминаем наших героев. Это День благодарности и памяти. Говоря уже о родине, нельзя не упомянуть наших президентов. Гейдар Алиев был великим лидером, который сделал многое для Азербайджана. Он подарил надежду и взгляд в светлое будущее. Его труд продолжает наш нынешний президент Ильхам Алиев. Под его руководством наша страна стала еще сильнее и уважаемой в мире. Сегодня расскажем историю Азербайджана. Сегодня расскажу о самых важных датах в истории Азербайджана. Это 31 марта, 20 января, 26 февраля и, наконец, 8 ноября. Эти даты не просто цифры в календаре. За каждой из них боль, страдания, мужество и победа. 31 марта – День геноцида Азербайджана. Эта дата 31 марта вспоминаем страшным событием 1918 года. В тот день началась массовая разня азербайджанского населения. Были убиты дети, женщины, стариков. Это была настоящая катастрофа. В тот день вспоминается боль, день памяти о геноциде. 20 января – день всенародной скорби.
3 даты 20 января 1990 года. В тот день, в ту ночь в Баку вошли советские войска. Они начали стрелять по мирным жителям. Погибли более 130 человек. Сотни были ранены. Но народ не сдался. Наоборот, это стало поворотным моментом. С тех пор 20 января вспоминается днем борьбы и героизма за свободу Азербайджана. 26 февраля. Ходжалонская трагедия. Одна из самых страшных страниц нашей истории. Ходжалонская трагедия. 26 февраля 1992 года. В тот день армянские вооруженные силы напали на мирный город. Было убито 613 человек. Из них 63 ребенка, 106 женщин. Это была настоящая гуманитарная катастрофа. Этот день – символ боли, несправедливости и трагедии Азербайджана. 8 ноября – День Победы. И, наконец, 8 ноября – день, с которого начинается новая глава нашей истории. В тот день, в 2020 году, Азербайджан освободил город Шушу и тем самым приблизил окончание 44-дневной Отечественной войны. 8 ноября стал Днем Победы, днем гордости, силы и справедливости. Этот день показывает, что несмотря на все это, мы смогли стать, объединиться и победить. Каждая из этих дат напоминает нам, кем мы были, через что мы прошли и чего мы достигли. Мы помним боль 31 марта, 20 января и 26 февраля, но мы и также празднуем величие 8 ноября. Пусть память будет вечной, а победа навсегда с nami. Azərbaycan çox zəngin və gözəl təbiətə malikdir. Azərbaycan 11 iqlim qurşağından 9-una sahibdir. Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir və burada 4500-dən çox çiçəkli, müxtəlif sortlu bitkilər yayılmışdır. Şuşada 400-dən çox çiçək növü var və onlardan biri də xarı bülbüldür. Əsasən Şuşa, Laçın, Qarabağ bölgəsində və Cıdır düzündə rast gəlinir. Xarı bülbül vətənə məhəbbət və Şuşanın rəmzi kimi tanınır. Qarabağın azadlığı və milli qürur rəmzidir. Cıdır düzü. Cıdır düzü. Şuşa şəhərinin yaxınlığında yerləşən, tarixən Cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramının bir çox yarışların keçirildiyi ərazidir. Cıdır düzündə insanlar nəinki bayramlarda toplanır, o cümlədən xarici heyətlərin nümayəndələri də qəbul edirlər. Cıdır düzünü konsert meydançası, stadion və şəhər meydanı kimi istifadə olunur. Azərbaycan meşələri. Azərbaycan təbii sərvətlərdə arasında meşələr xüsusi yer tutur. Meşələrə aiddir. Enli yarpaqlı, iynəyarpaqlı, relik və endemik meşələr. Ən geniş yayılmış meşə növlərindən biri də enli yarpaqlı. Ədəbi Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Onun bir daha yüksələn bayraq, bir daha erməz ifadəsi Azərbaycan müstəqillik hərəkatının şüarı olmuşdur. Hacı Zeynalabdin Tağıyev. Hacı Zeynalabdin Tağıyev Bakıda yeni açılmış Orta Texniki Məktəbin fəxri himayəçisi olmuşdur və daima olaraq bu məktəbə maddi yardımlar göstərmişdir. 1901-ci il oktyabrın 7-sində Hacı Zeynalabdin Tağıyev Bakıda yeni qızlar məktəbi tikdirmişdir. Həsən bəy Zərdabi. Həsən bəy Zərdabi Azərbaycanın publisisti, pedaqoqu, Əkinci qəzetinin redaktorudur. Həsən bəy Zərdabi Bakıda yeni açılan məktəbin tikilməsində bir çox köməklər etmişdir. Üzeyir Hacıbəyov Azərbaycanın musiqişünası, bəstəkarı, dirijor, musiqişünas, dramaturq və s. Üzeyir Hacıbəyov İslam dünyasında ilk operanın müəllifidir. 1919-cu ildə Üzeyir Hacıbəyov Azərbaycan Respublikasının himninin musiqisini bəstələmişdir. Şah İsmail Xətayev. Şah İsmail Xətayev Səbəvi tərəqqatının şərhi, Səfəvilər dövlətinin banisi və inkişafıdır. O, 1501-ci ildə iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturmuşdur. Şah İsmail Xətayev az yaşamasına baxmayaraq, Azərbaycan ədəbiyyatının zənginləşməsinə kömək etmişdir. Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işlərlə xalqımızın tarixində qalmış və unudulmamışdır. Heydər Əliyev.
Heydər Əliyev Azərbaycanın həm Sovet dövründə, həm də müstəqillik illərində ölkənin siyasi, iqtisadi, mədəni inkişafında böyük rol oynamış bir liderdir. Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının prezident vəzifəsini icra etmişdir. Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Azərbaycan Cümhuriyyətinin Milli Şurasının sədri olmuşdur. Onun bir daha yüksələn bayraq, bir daha enməz şura ifadəsi 20-ci əsrdə Azərbaycan müstəqillik hərəkatının şurası olmuşdur. Bir sıra qüdrətli şairə qadınlar yetişdirmişdir. Bu qüdrətli şairə qadınlardan biri də Xurşudbanu Natəvandır. Xurşudbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətləri olmuş, təkcə Azərbaycanda deyil, bütün Qafqasiya xanlıqları ilə tanınmışdır. O kasıblara əl tutmuş və Şuşaya su kəməri çəkdirmişdir. Lütfüzadə. Bugün dünya elminə Lütfuzadənin 6 mühüm nəzəriyyəsini alınır. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə hazırlanmışdır. Bu, onun dünya elminə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Kərim Kərimov Sovet sənayesi Soyuz uçan pilotlu gəmilərinin istehsalında böyük səy göstərmişdir. O, bu gəmilərin uçuşu üzrə Dövlət Komissiyasının sədri tərəfindən təsdiq olunur. Kərim Kərimov bir çox uğurları ilə yadda qalmışdır. Biz onunla fəxr edirik. İlham Əliyev. İlham Əliyev daxili şəxsiyyət Heydər Əliyevin varisidir. O, misli bərabəri olmayan 44 günlük Vətən müharibəsini uğurla başa çatdıraraq ölkəmizin adını qızıl hərflərlə tarixə yazdırmışdır. 44 günlük Vətən müharibəsində ölkəmizi qələbə çalmağında İlham Əliyevin böyük rol olmuşdur. Müharibə dövründə İlham Əliyev xalqa müntəzəm müraciətləri olub və ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə kökləmişdir. Biz zəfər çağırırıq, bizim yolumuz haqq yoldur. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Azərbaycanın adət-ənənələri. Azərbaycanın adət-ənənələri minilliklər boyu formalaşmış zəngin mədəni irsin əksidir. Bu ənənələr xalqın tarixi coğrafi mövqeyi, dini inancları və sosial həyat tərzi ilə sıx bağlıdır. Qədim dövrlərdən bu günə qədər Azərbaycan xalqı özünə məxsus mədəni dəyərlərini qoruyub saxlayaraq onların nəsildən nəslə ötürür. Bu məqalədə Azərbaycanın əsas adət-ənənələri, onların mənşəyi və müasir dövləti vəziyyəti haqqında məlumat verəcək. Qonaqpərvərlik. Azərbaycan mədəniyyətinin əsası. Azərbaycan xalqının ən qədim və ən məşhur adətlərindən biri qonaqpərvərlikdir. Qonaq evə gələndə ona böyük hörmətlə yanaşılır, ən yaxşı yeməklər təqdim edilir və rahatlığı üçün hər cür şərait yaradılır. Müasir dövrdə də bu adət qorunub saxlanılır. Qonaqçı sənə bərəkətsiz ilkin baxılır və qonağa xüsusi diqqət yetirilir. Ailə və toy adətləri. Azərbaycanda ailə həyatı və evliliklə bağlı adətlər də dərin köklərə malikdir. Toy mərasimləri bir neçə mərhələdən ibarətdir. Elçilik, nişan və toy. Elçilik zamanı oğlan evindən qızın ailəsinə nümayəndələr gedir, razılıq alındıqdan sonra nişan mərasimi keçirilir. Toy isə böyük şənliklə qeyd olunur. Burada milli musiqilər, rəqslər və süfrədə zəngin yeməklər önəmli yer tutur. Müasir dövrdə bəzi aillər bu prosesi sadələşdirsə də, toy mərasimləri hələ də geniş yayılmışdır. Novruz bayramı. Azərbaycanın ən mühüm bayramlarından biri Novruzdur. Bu bayram qədim zərdüştlük dövründən qalma bir anı olaraq baharın gəlişini simvolize edir. Novruz öncəsi xalq arasında 4 çərşənbə adlanan ritüel günlər keçirilir. Su, od, yer və torpaq çərşənbələri. Digər dini bayramlar, Ramazan və Qurban bayramları da Azərbaycanda geniş qeyd olunur. Ramazan bayramında oruç tutulur, bayram günü isə şirniyyat paylanılır. Qurban bayramında qurban kəsilir və ət ehtiyacı olanlarla bölüşdürülür. Geyim və ənənəvi sənətkarlıq. Azərbaycan ənənəvi geyimləri də adət-ənənələrin mühüm tərkib hissəsidir. Qadınlar üçün çuldur, arxalıq və baş örtüyü, kişilər üçün isə papaq ənənəvi geyimlər sırasındadır.
Türkü və rəqs. Azərbaycan musiqi ənənələri muğamla zənginləşir. Muğam şifahi şəkildə nəsildən nəsilə ötürülən klassik musiqi janrıdır. Azərbaycan yalı və lazınqa kimi rəqslər də bayramlarda və toylarda icra olunur. Bu rəqslər xalqın birliyini və şən ruhunu əks etdirir. Yas adətləri. Yas adətləri Azərbaycanda bölgələrə uyğun şəkildə dəyişən adətlər müşahidə olunur. Əgər ölən qadındırsa, qadın yüyücə xəbər olunub gətirirlər. Kişidirsə əksinə. Ölən ya həyətdə bir yer qoyularaq orada yuyur, ya da məscidlərdə. Əgər mərhumun uzaqda qohum əqrəbası varsa, tez gəlib çıxacaqlarsa, mərhumun dəfni biraz gözlədilir. Yox, əgər həmin gün gəlib çıxa bilməyəcəklərsə, cənazə namazından sonra mərhumun dəfni təşkil olunur. Həyətdə palaz açılır, cənazə namazı qılınır və qəbristanlıqda dəfn olunur. Mərhumun 3 gün məclisi olur. 3-cü gün bizim adətimizə görə böyük zikr məclisi təşkil olunur. Hər dəfə 100 nəfər kişi toplanır və məclisdə iştirak edir. Bundan sonra ölünün 7 və 40 mərasimləri keçirir və bununla da sonlanır. Bu adətlər Azərbaycan xalqının keçmişini gələcəyə bağlayan köklü olma oynayır.